başqa bir qaydaya keçək. O da 5-ci qaydadır. Deməli, əhl-i sünnənin dəvətində olan əsaslardan biri kamillik. Kamillik. Yəni, dəvət edərkən bütün həyat tərzində önəmli olan nə varsa, əhl-i sünnə adətən onların hamısına dəvət edir. Yəni, bir məsələyi tutub da ancaq ondan danışmır. Bir məsələyi tutub ancaq ondan danışmır. Rasulların və peyğəmbərlərin və elcə də məsələn Muhammed s.ə.v və onun sahabələrinin elcə də mənhəci belə idi. Bir məsələnin üstündə durub gecə və gündüz ona çağırmaq yoxdur. Hər şeyə. Bugün birinci növbədə tövhidə çağıracaqsan, tövhidin içində rububiyyəni açıqlayacaqsan, uluhiyyəni açıqlayacaqsan, Allahın ad və sifət tövhidini açıqlayacaqsan, sonra imanın 2-ci şərtini, 3-cü şərtini, 4-cü şərtini, 5-ci şərtini, 6-cı şərtini, sonra İslamın ərkanlarına başlayacaqsan, İslamın 1-ci ərkanı namaz, namazla ilgili olan namazın fərzləri, vacibləri, sünnələri, sonra dəstəmazla ilgili suların növləri və eləcə də sonra zəkat, zəkatın əhkamları, oruc, orucun əhkamları, həc, həccin əhkamları, bunları keçdin, qutardın mı? Ondan sonra məsələ dinin növbəti məsələlərə tarix keçə bilərsən, təfsir keçə bilərsən, müəyyən hədis, şərhlər keçə bilərsən və yaxud da firqələrdən danışdın mı? Danışacaqsan bugün məsələ rafizlərdən, sabah qədərilərdən, o bir gün xaricilərdən, o bir gün murciələrdən, o bir gün mu'təzilələrdən, əş'arilərdən və s. kimi firqələrdən, dinlərdən danışacaqsan mı? Danışacaqsan İslam dini, sonra Yahudilərdən, sonra Xristiyanlardan və ateşpərəstlərdən, bütpərəstlərdən və s. kimi. Yəni dəvət əsnasında dinin şamil etdiyi bütün nələrə toxunmağa çalışacaqsan. Bütün yöntəmlərə, bütün tərəflərə. Amma bir məsələyi götürüb də o biri məsələləri tərk edib ancaq bu şeydən danışarsansa, bu mənhəc, bu yol sələf-ü salihin mənhəcinə xələldir bu. Və yaxud da sələfin mənhəcinə qarşıdır. Misal üçün, bəzi adamlar var, şəriətə baxmayaraq ki, insanlara tövhidi danışmağa, doğru əqidə olaraq əhl-i sünnənin, yəni əqidə olaraq insanların anlatmasına ehtiyac var. Məsələn, bu adam oturub ancaq murciəlikdən danışır. Və yaxud da ancaq xaricilikdən danışır. Və yaxud da ancaq işi gücü sufilərdən danışır. Bu şey, qardaşlar, bunları bir əqidə və yaxud da inanc məsələsi olaraq bir dəfə danışmaq olar, 2 dəfə danışmaq olar. Müəyyən münasibətlərdə ehtiyac olduğu zaman toxunmaq olar. Amma bir insan özünə bunu şuar tutub, ancaq söhbəti bu şeylərin ətrafında olarsa, bu gətirdiyi şər, gətirdiyi xeyirdən daha çox olar. Deməli, həmçinin kamillik qaydasının içinə daxildir ki, dəvətçilərin bugün bir-biri ilə yardımlaşması lazımdır. Dəvətçilər bir-birinə üz çevirmələri, bir-birinə nifrət eləmələri, bir-birinə həsəd, paxıllıq edərək iftira atmaları, bunların hamısı bir qırağa qoyulmalıdır. Nəfsi məsələlərin hamısı qırağa atılmalıdır. Dəvətçilər əgər bugünkü gündə bir-birlərini kamilləşdirməyə çalışarlarsa, günəşin işığından daha iti şəkildə yayılar İslam nuru yer üzündə. İnsanlar arasında daha az ixtilaf olar və insanlar arasında bir-birinə daha az nifrət olar və qardaşların birliyi və təkamülliyi daha kamil şəkildə olar, qardaşlar. Amma bu sirri biz daima unuduruq və yaxud da xatırlamaq istəmirik. Halbuki dəvətdə ən böyük sirdir bu. Məsələn, bir ölkədə 30 dənə dəvətçi varsa, əgər bunlar bu dəvəti paylaşmaq üçün yardımlaşarlarsa, siz baxın nə qədər insanlar hər gün doğru əqidə öyrənərlər, nə qədər insanlar İslama girərlər, nə qədər insanlar cahillik paltarlarını çıxardıb atarlar, nə qədər insanlar xatalarından dönərlər. Amma bu dəvətçilər arasında yardımlaşmaq, birləşmək olmayıb da, hizbiləşmək meydana gələrsə, parçalanmaq meydana gələrsə, qruplaşmaq meydana gələrsə, bir-birlərinə iftira etmək, lağa qoymaq, dil atmaq meydana gələrsə, bu şeylərin hamısı geridə qalır, qardaşlar. Həm insanlar cahil qalır, həm insanlar imansız qalır, həm insanlar savadsız qalır. Ortada ancaq dinin düşmənləri baş qaldırır. Çünki bu 30 dənə, 20 dənə dəvətçi olarsa, biri bugün Kitab-ı Tevhiddən danışır, o biri bugün usul fiqhdən danışır, bu birisi fiqhin əhkamlarından danışır, o biri tarixdən danışır, bu birisi məsələ təfsirdən danışır.
Baxın, nə gözəl olar ki, insanlar istədiklərinin hamısını, onların hamısından tapsınlar. Və bunlar bir-birlərini kamilləşdirsinlər. Doğru olan inancı insanlara qəşəng şəkildə çatdırmağa çalışsınlar. Belə olsa, baxın, nə gözəl olar. Amma təəssüflər olsun ki, bu sirrə çox insanlar göz yumur və yaxud da gözünü və yaxud da, belə deyək də, buna göz yummaqdan çəkindirdiyimiz zaman və bundan çəkinmək istəmir və yaxud da yollara maniləri qoyur. Yadıma bir gözəl söz düşdü, istəyirəm onu deyəm. Yəni, kamillik məsələsində dəvətçilərin dini yaymaq üçün yardımlaşması ilə ilgili Şeyxülislam İbn Teymiyyə rahimehullah Böyük Fətvalar kitabının 3-cü cildində qəşəng söz deyir. Orada gətirir ki, nə olursa olsun deyir, nə olursa olsun. Yəni, bir adama görə sevməyi və yaxud da nifrət etməyi və yaxud da yardım etməyi və yaxud da nifrət etməyi, yəni bunu bir adama görə insanlar edərsə, bu deyir, ümməti parça-parça eləyər. Yəni, sən filana görə sevirsən filanı və yaxud da filan kimdən razı qaldısa, sən razı qalırsan. Filan kimdən nifrət elədirsə, sən ondan nifrət edirsən. Filan ona yardım elədirsə, sən yardım edirsən. Filan onu alçaqladısa, sən də alçaqlayırsan. Şeyxülislam İbn Teymiyyə deyir, bu cür şeyləri bir adama görə etmək ümməti parça-parça eləyir. Və bunu edən insan isə Əhl-i Sünnə vəl Cəmaənin dairəsindən çıxır, mənhəcindən çıxır və bidət əhlinin mənhəcinə daxildir. Və bunu Böyük Fətvalar kitabının 3-cü cildində 342-ci səhifəsində deyir. Bu bizə nəyi göstərir, qardaşlar? Bizlər cəmaatı dəvət eləyərkən onlara biz öyrətməliyik ki, sadəcə bizim sözümüzü götürüb də şəriətdə elə bizə görə kimdənsə sevib, kimdənsə nifrət etməməlidir. Eləcə də səni sevmələrini istəyirsənsə, eyni səviyyədə yol açmalısan ki, başqa qardaşlarını da sevsinlər. Başqa qardaşlarından da elm götürsünlər. Sadəcə sənə dəstək olanlardan deyil. Məsələ, bugün baxırıq bəzən YouTube'larda bəzi dəvətçilərin söhbətlərinə qulaq asıram. Başqa-başqa ölkələrdə olsa belə. Soruşurlar ki, məsələ, bir yerdə dəvətçilər var. Məsələ, soruşurlar ki, kimdən dərs alaq? Baxırsan ki, ancaq müəyyən adamları zikr edir. Müəyyən adamları. Kimlərdir bunlar? Ancaq o adamın ətrafında olub ona dəstək verənlər. O işarət elədiyi adamlarla, dəfələrlə qat-qat elmli adamlara işarət eləmir. Nədir? Onun şəxsən ondan xoşu gəlmir. Qardaşlar, bu cinayət deyil də. Cinayət nəyə deyilir? Ən böyük cinayət, ən böyük müsibət bir insan dini öz mənfəətinə görə işlətməsidir. Bu şeyə diqqət yetirmək lazımdır. Bu şeyə diqqət yetirmək lazımdır. Biz bugün yardım etməliyik insanlara ki, dəvətçilərdən gedib elmi ala bilsinlər. Ki, qardaşım, ümumiyyətlə filan insanlar, madəm ki, sələfi əqidəsinin mənhəcini daşıyır, gedin elm alın. Müəyyən məsələləri alın. Ancaq hizbiləşmək, qruplaşmaq, bunların hamısı insanların və yaxud İslamın ancaq zərərinədir. İxlasla.com saytı tərəfindən təqdim olundu.